Salamlar əməkdaş dostlar. Bir çox dostlarımız trading zamanı, yəni Binance birjasında trading zamanı müəyyən xırda belə deyək də bir növ problemlər yaşayır və gəlin baxaq gör bu problemlər nə ilə əlaqədardır və biz hardan nəyi tapa bilərik. Bu əsasən biz bu gün baxacağıq futures tradinginə və spot tradinginə. Həmçinin də video başlamamışdan qabaq xatırlatmaq istəyirəm ki, hal-hazırda mənim linkimdə gördüyünüz kimi kampaniya var, harda ki siz 120 Avantis və 10 dollar bonus qazana bilərsiniz. Bu hal-hazırda aktualdır. Ola bilər ki, bir aydan sonra bu aktual olmasın. Ona görə də mütləq şəkildə bizim Telegram qrupa abunə olun ki, orada məlumatı dəqiqləşdirin, yoxlayın ki, görək hansı kampaniyalar var. Yəni bu kampaniya bitsə, yenə də hansısa bir təzə kampaniya olur. Və həmçinin gəlin qayıdaq indi bizim bu Binance birjasına. Biz Binance birjasına qeydət keçdikdən sonra, yəni normal depozit etdikdən sonra bizim qarşımızda belə bir problem çıxır. Necə trade eləyim? Və gəlin baxaq görək necə trade eləmək lazımdır. Bunun üçün baxın biz ilk öncə başa düşməliyik ki, bizə hansı trade növü lazımdır. Spot, harda ki biz hansısa bir coin-i alıb saxlaya bilərik, qiyməti qalxanda sata bilərik və yaxud futures hansı coin-in ki biz qalxışına və düşüşünə bir növ belə deyək də proqnoz bir şey qoya bilərik ki, yəni qalxacaq və yaxud düşəcək və onun qalxışından düşüşündən yenə də qazanmaq. Üstünə gəlsək, çıxsaq demək olar ki, hər ikisi eyni bir məna daşıyır, amma müəyyən bir risk faizləri var. Siz spot zamanı aldığınız coin sizin balansınızda olur. Future zamanı siz coin'i almırsınız. Sadəcə olaraq onun qalxacağına və düşəcəyinə bir növ, necə desək, proqnoz qoyursunuz kimi sayılır. Spot tradingdə biz gəlsək əgər, bizim üçün, baxın, gəlin sadə bir coin açaq. Sadə bir coin buradan tapmaq üçün, baxın, burada artıq axtarış yeri var. Yəni, axtarış yerində biz yazıb, məsəl üçün, Tron, mən sadə bir coin deyəndə Tron, məsələn, Tron alıb satmaq. Gördüyünüz kimi açdıq Tron'u və bizdə burada iki növ alış imkanı daha çox maraqlandırır. Düzdür, mən burada müəyyən, baxın, bunlar haqqında, bir çox haqqında videolar çəkmişəm. Amma bu sadəcə olaraq bir sadə user üçün, yeni istifadəçi üçün olan bir videodur. Və yeni istifadəçi burada necə nəyisə alıb sata bilər. Bax, bunun üçün də gördüyünüz kimi dostlar, bizim burada var satış order bloku və alış order bloku. Biz nəzərə alsaq ki, alırıqsa biz satandan almalıyıq. Əgər biz satırıqsa təbii ki, alana satmalıyıq. Baxın, gördüyünüz kimi, baxın, hal-hazırda 31.41 ilə görürsünüz, Tron ala bilirik. Bunu almağın sadə yolu sadəcə olaraq, baxın, bu order blokda ən yaxşı qiymətin üstünə vurub, bunu, baxın, bələnçinə yuxarı aşağı, yəni pulumuzun neçə faizi ilə alırıq, bunu təyin edib alış eləmək. Məsəl üçün, mən 6 dollar 53 sentlik almaq istəyirəm pulumun müəyyən faizinə. Təbii ki, mən bura əllə də yaza bilərəm, baxın, 6 dollar sadəcə və yaxud bunu da dartıb, baxın, belə alıb sata bilərəm. Belə də eləyə bilərsiniz, belə də, fərqi yoxdur. Siz limit də qoya bilərsiniz, istədiyiniz qiymətə, məsələn, deyirəm ki, 30-50-yə düşəndə alın və belə eləsəz sizdə order düşəcək və order görürsünüz 30-50-yə düşəcək. Bu da o deməkdir ki, siz 100% alacaqsınız. Bu o deməkdir ki, siz alış üçün order qoymusunuz. Bunu ləğv eləyin. Bizə isə 100%'lik alış lazımdır. Biz istəyirik ki, indi olsun, bu dəqiqə olsun. Bunun üçün market seçib birbaşa dərhal alış eləyə bilərik. Məsəl üçün 6 dollarlıq alış eləyə bilərik. Və alış elədikdən sonra biz təbii ki, baxın, bu birisi hissədə, yəni sağ tərəfdə, baxın, burada biz available var bizdə, yəni available, yəni mövcud olan balanslar 12 dollarımız qaldı. Available bu yanda isə 21 tronumuz qaldı. Deməli biz 21 tron sata bilərik. Bunun üçün də baxın bunu belə dartırıq axıracan 100% sell eləyirik, satırıq və gördüyünüz kimi 12 dollarımız dəyişib oldu 19 dollar 25 sent. Bu spotdur və bu sadə bir şeydir. Aldın, satdın. İndi isə gəlin futures hissəsinə baxaq. Futures hissəsinə biz balansı bir neçə yerdən əlavə eləyə bilərik. Gəlin ilk növbə gedək futures hissəsinə, seçirik futures, USD-M futures seçirik və burada biraz artıq belə deyək də hər şey göründüyü kimi çox da sadə deyil, amma sadədir əslində. Öyrənəndən sonra çox sadədir, amma ilk baxışdan biraz sadə görünməyə bilər. İlk növbədə gəlin hansısa bir coin seçək. Mən məsəl üçün yenə də gəlirəm bura. Hətta mən yenə də burada gəlin Tron eləməyək. A da kriptosunu seçirəm, A da USDT seçirəm, USDC yox, çünki bizim balansımız USDT-dir. A da USDT qarşılığında futures belə deyək də tradingini seçirəm. İlk növbədə futures tradingə başlamamışdan əvvəl biz gəlin burada belə bir sadə bir şeyləri belə deyək quraşdıraq özümüz üçün. Baxın, bunu görürsüz burada. Baxın bu. Burada mütləq şəkildə open orders, yəni açıq orderlər və positions'ı qoşun. Qoşun ki, tam olaraq burada görə biləsiniz nələr baş verir, nələr baş vermir. Həmçinin X-i məsləhət görürəm ki, ilk başlarda azaldasınız. Bu sizin kredit çiyninizdir. Məsəl üçün sizin 10 dollarınız varsa və siz bunu 10x trade eləsəz, siz elə ki 100 dollarla trade etmiş sayılırsınız. Bu o deməkdir. Gəlin biz qoyaq 3x ən sadə və həm də videoda biz demonstrasiya eləyə bilək bunu. Və gəlin indi aşağı fırlayaq. Baxırıq, hər şey bizdə okeydir. Biz burada lazım olan, baxın, bunları open order, yəni açıq orderlər və pozisiyaları qoşduq. Çox heyf ki, Azərbaycan dilinə tam
tərcümə yoxdur. Yəqin ki, qısa zamanlarda tam tərcümə, amma müəyyən funksiyalar Azərbaycan dilində var, amma tam tərcümə hələ ki yoxdur. Mobil versiyada ola bilsin ki, var. Və bizə indi lazımdır ki, hər şey hazırdır. Biz hələ ki tradingə hazırıq. Coin'imizi seçdik A-da. X-imizi azaltdıq 3x-ə. Cross və yaxud isolate qoya bilərsiniz. Amma hələ-hazırda cross-dan başlayın. Cross o deməkdir ki, bu trade-də bütün balansınız iştirak edir. Isolate o deməkdir ki, hansı miqdarda pozisiya açsaz o iştirak edir. Bu ilk baxışdan biraz çətin söz ola bilər. Amma trade etdikdə bunun nə olduğunu başa düşmək asanlaşır sonra. Bunu elə qoyuruq. Cross necə ki var idi. 3x hazır. Və biz demək olar ki, hazırıq. İndi bizim növbəti addımımız balans artırmaq. Yəni spotdan balansı bura götürmək. Gördüyünüz kimi bizim burada 6 sentimiz var və belə oxlar var. Bu oxlara basanda biz Fiat and Spot, yəni spot balansımızdan Tether, USDT, baxın üstünə vursaq biz balanslarımızı görə bilirik. Hal-hazırda bizdə 19 dollar Tether var. Biz seçirik Tether'i və 10 dollar bura yazırıq. Və confirm basırıq. Bundan sonra artıq hücumu gördüyünüz kimi available balansımız bizim 10 dollar oldu. Burada həmçinin uşaqlar, baxın bu size bölümündə siz bunu vurub A-da olur burada normalda Cardano miqdarı. Bunu order size eləyin, USDT eləyin ki, dəqiq biləsiniz ki, neçə dollarlıq order açmışsınız. Baxın gördüyünüz kimi 25 dollarlıq, 28 dollarlıq və s. Amma halbuki birisi bizim 10 dollar balansımız var. Niyə? Biz çünki 3x. Biz məsəl üçün x-i çoxaltsaq, tutaq ki, eləsək 32x məsələn, İraq, bax gəlsə, həmin 10 dollarla biz 296 dollarlıq pozisiya aça bilirik. Bu bizə hal-hazırda lazım deyil. Biz sadəcə olaraq demonstrativ bir video çəkirik və gəlin baxaq görək 3x-dən nədir. Limit order açmaq daha məsləhətdir. Və gəlin biz az komissiya itirmək üçün limit orderi tutmağı denəyək. Baxın, order bloka baxırıq. Burada order blok bax budur. Satış order bloku yuxarıda qırmızı, alış order bloku aşağıda yaşlı rəngdə. 17.18 qiymətinə vururam mən və gəlirəm o 67%, məsələn, pulumun 67% ilə order açmaq. Və gördüyünüz kimi baxın baxın bura belə bir şey düşdü. Görürsüz? Biraz mişqa, mouse'um çox yekədir, mouse'u biraz balacalatım. Və gördüyünüz kimi dostlar, baxın bura bizdə belə bir yaşlı rəngdə 17.18 düşdü və biz orderi artıq burada yazmadan burada hərəkət etdirə bilirik. Həm yaxınlaşdıra bilirik satış yerinə, bura quş qoyuruq, konfirm edirik ki, daha artıq bizdən soruşmasın hər dəfə və yaxud biz istəsək biraz aşağı da çəkə bilirik ki, biraz da aşağıdan alaq. Amma bizə indi lazımdır ki, biraz yuxarıdan alaq. Onun üçün də gəlin hardasa, baxın, burada biz tərpətdikcə, bu tərəfdə biz tərpətdikcə, burada da qiymət görürsünüz 17.23-dür. Baxın bura düşdü bizdə. Biraz da qaldırsaq 17.25-ə kimi qaldıraq. Bizim orderimiz biraz irəlilərdə olsun ki, Cardano 17 o qiymətə gələndə bizdə alış baş versin. Və təbii ki, bizdə order baş verəndən sonra biz artıq stop loss və take profit qoymalıyıq. Stop loss nə deməkdir? Nə qədər itkidə bu pozisiya nə qədər itkidə bağlansın. Take profit o deməkdir ki, nə qədər qazancda biz buradan çıxaq. İndi isə gözləyək ki, bizim orderimiz həyata keçsin. Artıq az qalıb. Yəqin ki, videoya pauzu verəcəm. Və budur dostlar, bizdə artıq baş verdi hadisə. Baxın, hal-hazırda bizdə pozisiya açıldı. Biz hətta aşağıda gəlsək görürük ki, bizdə hal-hazırda baxın position, yəni mövqe açıldı və gördüyünüz kimi biz hal-hazırda -1 -dəyi, 1 sentdəyik. Və indi biz take profit və stop loss qoymalıyıq. İndi isə biz long açdığımıza görə, yəni uzun, yuxarı qalxacağını, buradan yuxarı qalxacağını dediyimizə görə take profit qoymaq üçün baxın, bu TPSL düyməsi vurub, başlayırıq yuxarı qalxmağa və yuxarı qalxdıqca sağ, sol tərəfdə fikir versəz, rəqəm görürsünüz çoxalır, azalır, neçə sent qazancı olacaq və qoyuruq bura. Bura qoyduqdan sonra bizdən yəni dəqiqləşdirir, konfirm edilir, okey. Və artıq bu qiymətə bizim, belə deyək də, orderimiz bu qiymətə, yəni Cardano bu qiymətə gəlsə, bizdə belə deyək, take profit olacaq. Biz gəliri götürmüş olacağıq. İndi isə stop loss qoymaq, yəni çox sadə bir şeydir. Mən bunu bu tərəfindən göstərirəm ki, kimlər ki belə deyək də, hələ təzə-təzə əl öyrəşir, onlar üçün rahat olsun. Və həmçində tutub aşağı dartdıqda biz mənfi görürük, görürsünüz, sol tərəfdə mənfi görürük. Və bu deməkdir ki, biz məsəl üçün 6 sent itki ilə bağlamağa hazırıq. Və beləliklə bizim hal-hazırda pozisiyamızın take profiti var, gəlir götürmə imkanı var. Mən özüm az elədim, çünki yəni siz istədiyiniz qədər qoya bilərsiniz. Məsəl üçün daha çox diapazon qoya bilərsiniz. Məsəl üçün gəlin belə deyək, daha yuxarılara qoya bilərsiniz. Mən sadəcə olaraq video demonstrativ olduğuna görə məsəl üçün itkini də məsəl üçün qoyuram biraz aşağılara ki, məsəl üçün burada 17.02-yə düşsə bağlayaq artıq mənfinə, ziyanla da olsa çıxaq. 17.45-ə qalxsa biz artıq xeyir götürək. Və beləliklə futures tradingdə, yəni belə sadə bir şeydir əslində. Sadəcə olaraq əl öyrəşmək məsələsi var. Əliniz öyrəşirsə artıq siz bunu avtomatikdə, yəni göz yumulu eləyirsiniz demək olar ki.
Və əgər istəyirsinizsə take profit olmasın, nə bilim, o birisi olmasın, bu birisi olmasın. Elə naxadı nə varsa, -3 məsəl üçün ziyanla, nə varsa ona bağlayasan. Bunun üçün baxın burada market düyməsi var. Market düyməsi siz vurduqda artıq pozisiya anındaca marketdə hal-hazırda qiymət nədirsə, yəni bu mövcud olan bu qiymətlə bağlanır. Anındaca bağlanır və artıq sizin pozisiya bağlanmış sayılır və siz artıq pozisiyadan çıxmış sayılırsınız. Mən indi hal-hazırda onsa zaten pozisiya balacadır. Aşağıda getsə çox ziyanım yoxdur, yuxarıda getsə çox xeyrim yoxdur. Orada bağlamıram qalır. Və beləliklə futures trading elə də belə deyək də qorxulu və əlçatılmaz və yaxud çətin bir şey deyil. Düzdür, risk var. Siz təbii ki burada 30x, 40x, nə bilim, milyon x, 75x eləsəz, bu artıq böyük riskdir və siz anında lig ola bilərsiniz. Lig yəni ki, sizin balansınız bitə bilər və siz bütün pulu itirə bilərsiniz. Yəni balansınız sıfırlana bilər. Amma bu halda görürsünüz, baxın, coin qalxıb düşdükcə burada da görürsünüz 0.3, nə bilim 0.1, 0 falan. Və həmçində nəzərə alın ki, siz pozisiyanı bağlayanda da müəyyən qədər trading fee ödəyirsiniz. Ona görə də sizin gəliriniz elə bir, məsəl üçün 3%, 4% elə bir həddə gəlməlidir ki, gəliriniz ki, siz pozisiyanı bağlayanda, yəni gördüyünüz xeyir varsa və həmçində komissiya, baxın, burada üstünə gətirəndə görürsünüz, trading fee 0.01 sent göstərir. Yəni balaca pozisiya, balaca position olduğuna görə belədir. Və digər məlumatlarda burada baxa bilirik. Size 20 dolları pozisiya açmışıq. Giriş budur. Həmçinin market price və liquid əyərləri Cardano 8 sentə günü sabah, günü 3 gündən sonra 8 sentə düşsə, bizim pozisiyamız partlayacaq və biz həmin marjını, yəni 6.73, həmçində biz cross açdığımıza görə balansımızda olan digər burada məsələn 3 dollar da əlavə qalıb, onu da itirmiş sayılırıq. Ona görə də cross məhz bu deməkdir. Əgər biz izole atsaydıq, təbii ki, biz sadəcə 6.72-ni itirəcəkdik. Amma cross açdığımıza görə həm 6.72-ni itirəcəyik, əgər likvidasiya nöqtəsinə gəlsə, həm də 3.92 balansımızda olan, yəni bunun bir növ belə deyək də təhlükəsizlik yastığı deyirlər buna, təhlükəsizlik yastığını itirmiş olacaq. Bax, belə bir sadə bir şeydir, yəni çox da çətin bir şey deyil. Ümid edirəm ki, video sizə faydalı oldu. Video təbii ki, faydalı oldusa mütləq rəydə fikirlərinizi yazın. Like eləməyi videonu unutmayın. Həmçə Telegram qrupa qoşulun ki, biz orada daha operativ köməklik göstəririk bir-birimizə, belə deyək də, bir növ lazım olan məsələlərdə. Ona görə də Telegram qruplarda olmaq, yəni mənə gəlir ki, lazımlı bir şeydir. Sizin özünüzə sərf elə, siz trade edirsinizsə. Belə dostlar, özünüzdən müğayət olun, sağ olun, gəlin görüşərək, hamıya uğurlar.